أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله اشترى من المؤمنين أنفسهم وأموالهم بأن لهم الجنة يقاتلون في سبيل الله فيقتلون ويقتلون وعدا عليه حقا وعدا عليه حقا في التوراة والإنجيل والقرآن ومن أوفى بعهده من الله فاستبشروا ببيعكم الذي بايعتم به وذلك فوز عظيم. وذلك هو الفوز العظيم. إن الله اشترى من المؤمنين أنفسهم وأموالهم بأن لهم الجنة يقاتلون في سبيل الله فيقتلون ويقتلون وعدا عليه حقا وعدا عليه حقا
في التوراة والإنجيل والقرآن ومن أوفى بعهده من الله فاستبشروا ببيعكم الذي بايعتم به وذلك هو الفوز العظيم. صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. صلوات الشريعة. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين. ثم الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيب إله العالمين سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد بن عبد الله صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Xanım Zeynəb salamullah aleyha məşhur kəlamında buyurdu ki, "Ma rəəytu illa cəmila." Sədaqət Mövlatuna Zeynəb salamullahi aleyha. Hər bir işin uğur tapmasından ötürü, hər bir məsələnin müvəffəqiyyətlə həyata keçməsindən ötürü iki əsas sütunu var. Birincisi, o işi icra eləməyə, bu prosesi həyata keçirtməyə kadrlar lazımdır, şəxslər lazımdır. İkincisi isə həmən işi barəsində digər insanlara çatdıran lazımdır. İndi müasir dillə desək, birincisi kadrdır, birinci sütunu, ikinci sütunu isə media məsələsidir, informasiya məsələsidir. Bu çox mühümdür və hər bir işdə də belədir. Məsələn, bir nəfər hər hansı iqtisadi məsələdə, iqtisadiyyatla bağlı olan bir məsələdə iş görmək istəyirsə, onun üçün gərək işi icra eləməyə mükəmməl insanlar ola və eyni zamanda o işin həqiqətin, mahiyyətin digərlərinə çatdırmağa ki, başqaları bu işi gözdən salmasın, başqaları bu işin mahiyyətindən insanları uzaqlaşdırmasın, başqaları bu yaxşı işi insanlara pis göstərməsin deyə lazımdır ki, media olsun, lazımdır informasiya olsun. Bu hər məsələdə belədir. Bu iqtisadiyyat məsələsində misal çəkdim, bu hərbidə də belədir əzizlərim. Hər hansı bir döyüşdə uğur qazanmaq istəyirsənsə, qələbə qazanmaq istəyirsənsə, birinci sənə kadr lazımdır, yəni nizami ordu lazımdır, sənə döyüşməyi bacaran insanlar lazımdır, ikincisi isə sənə informasiya lazımdır, media lazımdır. Birinci Qarabağ müharibəsində bizim nə nizami ordumuz oldu, nə informasiyamız, diplomatiyamız, mediamız oldu, ona görə məğlub oldu. İkinci müharibədə hər ikisi oldu, ona görə qalib gəldi. Allah vətənimizi, Azərbaycanımızı həmişə qalib eləsin inşallah. Allah bütün İslami müsəlmanları hər yerdə qalib eləsin inşallah. Bu hərbi məsələdə də belədir, ən bariz şəkildə görsənir. Hər kəs istəsə ki, hərbi məsələdə uğur qazansın və sair. Elmi məsələdə də belədir, siyasi məsələdə də belədir.
Hər məsələlərdə belədir. İnsana əsasən iş görməkdən ötürü və işdə müvəffəq olmaqdan ötürü sənə iki əsas məsələ lazımdır. Birincisi, o işi icra eləməyə insanlar ki, onlara dedik kadrlar. İkincisi isə o işi insanlara, digərlərinə çatdırmaq, dünyaya çatdırmaq, öz yaşadığın coğrafiyaya çatdırmaq. İndi bu sənin hədəfindən asılıdır ki, nə qədər çatdırmaq istəyirsən. Elə xəbər var ki, istəyirsən ki, o sənin kəndinə ancaq çatsın. Elə xəbər var, istəyirsən o sənin məsələn regionuna çatsın. Elə xəbər var, istəyirsən bütün vətənə çatsın. Elə xəbər var, istəyirsən ki, elə vətənin də sərhədlərin keçsin, bütün dünyaya çatsın, bəşəriyyətə çatsın və s. Ona görə əzizlərim, İmam Hüseyn əleyhissalamın Kərbəla məktəbinin də bu iki sütunu var idi deyə müvəffəq oldu. Bu iki sütunu var idi deyə indiyə qədər yaşadı. İki sütunu var idi deyə qiyamətə qədər də yaşayacaq. Birinci sütun məlum. İmam Hüseyn əleyhissalamın Həzrəti Əbülfəzl Abbasi var. İmam Hüseyn əleyhissalamın Əli Əkbəri var, Qasimi var, Həbib ibn Məzahiri var, Müslim ibn Osəcəsi var, Nafi ibn Hilali var, Sa'd ibn Abdullah el-Hənəfisi var, Müslim ibn Osəcə, Həbib Məzahiri və sair və sair. Adını çəkmədiyimiz şəhidlər Allahın salamı olsun onlara. Birinci məsələdə İmam Hüseyn əleyhissalamın Kərbəla məktəbi mükəmməldir. İkinci hissə isə onu çatdırmaq, onu təhrif eləməyə qoymamaq, o Kərbəla məktəbinin hədəfin aradan aparmasınlar deyə o rolu xanım Zeynəb salamullah əleyha götürür. Deməli, Kərbəla məktəbinin iki sütunu var. Birinci sütun Kərbəla şəhidləridirsə, ikinci sütunu Həzrəti Zeynəb salamullah əleyhadır. O işi məharətlə yerinə yetirdi və Kərbəlanın yaşamağına səbəb oldu Həzrəti Zeynəb salamullah əleyha. Və ona görə mən ustadımızdan bir dəfə gözəl bir söz eşitdim. Dedi, əslində mümkün deyil, 9-cu əsrin əvvəllərində Azərbaycanda otpərəstlər, atəşpərəstlər belə kütləvi şəkildə olsun ki, o ərəb xilafəti ki, ucu bucağı görünmürdü ya, həmən ərəb xilafəti ilə 25 il mübarizə aparsın. Bu doğrudan da ağla batan deyil. Yəni mən inanmıram, ağıllı insanlar buna inansınlar. Ki 630-640-cı illərdə artıq Azərbaycanda İslam gəlmişdi, müsəlmançılıq idi 813-cü il. Deməli 200 il təqribən sonra otpərəst, atəşpərəstlər burada 200 ildə artıq bura müsəlmandır. 200 ildə artıq burada 4 nəsil dəyişilib. Atası müsəlman olub, onun atası da müsəlman olub, onun atası da müsəlman olub, bəlkə hələ onun da atası müsəlman olub. Ondan sonra gəlir 4 nəsil İslamdan sonra bir nəfər durur burada deyir ki, mən otpərəstəm, atəşpərəstəm, onun başına o qədər insan yığışır, 25 il ərəb xilafəti ilə döyüşür, tab gətirir. Bu ağlabatan deyil. Amma niyə o Babəkin hərəkatın bu günləri dünya otpərəst kimi tanıyır, atəşpərəst kimi tanıyır? Ustadımızın sözü bu idi. Dedi, ona görə ki, onun Zeynəbi olmadı. Onun Zeynəbi olmadı deyə onu təhrif elədilər. Onun informasiyası, onun mediası, onun lazımi o hədəfləri çatdıran olmadı deyə onu təhrif elədilər. Ondan əsər əlamət qalmadı və bu günlərdə insanlara durub bunu deyəndə düzdür. O birinci sözü deyəndə biraz insanlar düşünür, deyir, doğrudan ağla batandır. 200 il üstündən keçəndən sonra burada artıq 3-cü xəlifənin burada valisi var. 3-cü xəlifənin artıq burada valisi var. Ondan sonra 200 il davam eləyib burada müsəlmançılıqdır. Sonra bu doğrudan da ağlabatan deyil, məntiqli deyil bu. Amma bəli, çatdıranı olmadı deyə. İndi ona görə əzizlərim, indi mən başqa o sahələrlə işim yoxdur, iqtisadiyyatı olsun, hərbisi olsun. Deyir, hələ özünə aid olan işlə məşğul olanda daha yaxşı olur. Mən özümüz bu din sahəsində istəyirəm, biraz bu barədə danışım ki, hər iki sütunda bu günləri biz əziyyət çəkirik. Hər iki sütunda bu günləri çatışmamazlıq var. Ya ümumiyyətlə o çatdırmağımız yoxdur, o informasiyamız yoxdur, mediamız yoxdur, yaxud da olanda da çox dar səviyyədə, çox belə məhdud səviyyədə çatdırmağımız var. Kifayət qədər deyil. Və buna da bir neçə səbəb var. Əsas səbəblərdən də biri budur ki, uzun illər bizdə müsəlmanlar elə güman eləyiblər ki, məsələn, bu informasiya, media, elan, reklam,
Məsələn, lazımdırmı? Əlbəttə lazımdırmı heç kəs demir. Hamı deyir lazımdır, əhəmiyyətlidir. Çünki bütün insanlar bu günləri reklamdan istifadə edir, bütün insanlar bu günləri informasiyadan istifadə edir, bütün insanlar bu günləri diplomatiyadan istifadə edir, bütün insanlar istifadə edirlər. Amma bu İslamda necə, İslam təbliğatında necə, bu lazımdır yoxsa lazım deyil? İslam təbliğatında bunu eləyə yoxsa eləməyə, burada bizim bəzi müsəlmanlar elə başa düşüblər, çünki bizdə var axı hədislərdə ki, məşhur olmaqdan qaçın və yaxud əməllərinizi göstərməkdən qaçın, əməlləri, yaxşı əməlləri insanlara deməkdən çəkinin. Bu səbəb olub ki, bizdə ona görə bəzən alim olur ki, dünyanın ən ələm alimidir. İnanırsınız ki, heç öz yaşadığı bəlkə kənd onu lazımı qədər tanımır. Öz yaşadığı şəhər onu lazımı qədər tanımır. Bu da səbəb budur, əzizlərim. Amma mənim siz fikrimi soruşsunuz bu məsələdə, deyərəm ki, vacibdən vacibdir. Din işlərində birinci vacib olan məsələdir ki, informasiya məsələsi, çatdırmaq məsələsi, reklam məsələsi. Sənə kimdir ki, sən reklam bəyəm şişirtmək deməkdir? Kimsə ondan düzgün istifadə eləmir, layiq olmayan malı layiqli kimi göstərir, filan eləyir, insanları aldadır, o ayrı məsələ, ondan bizim işimiz yox. Amma reklam, elan o deməkdir ki, insanların xəbəri olmayan yeni bir şey var, onu insanlara çatdırırsan, insanlar bundan istifadə eləsə daha yaxşı olar. Ona görə elan pis şey deyil, reklam pis şey deyil. Ondan sən pis, yalan istifadə eləsin olacaq pis, yalana görə olacaq pis. İnformasiya pis deyil, amma sən orada şişirtsin, yalan danışsın, insanları uzaqlaşdırsın haqdan, insanlara batil desin, onda olacaq günah, onda olacaq haram, onda olacaq lazım deyil bu. Sən şişirtmədən, sən fantaziya yaratmadan, sən nağıl, əfsanə uydurmadan hadisəni olduğu kimi insanlara çatdırmaq, bu vacibdən vacibdir. Ona görə bu günləri biz, baxın məsələlərə baxın da, bu günləri xüsusilə də bu Peyğəmbər və Ali Peyğəmbərin məktəbində bu məsələdə çox geridə qalıblar. Kimi də dindirirsən, haqq öz yerini tapacaq, haqq öz yerini tapacaq, haqqı çatdırmaq lazım deyilmi? Allah Quran-ı Kərimdə nə qədər Peyğəmbər sallallahu aleyhi və aleyhə deyir ki, vəzkur fil kitabı İbrahim, vəzkur fil kitabı İsmail, vəzkur fil kitabı digər Peyğəmbərlərin adlarını bir-bir çəkir Allah ki, ya Resulallah, kitabda İbrahimi zikr elə, kitabda İsmaili zikr elə, kitabda, niyə Quranda zikr elə bunları insanlara? Çatdır bunları insanlara, xatırlat insanlara. Nə üçün? Deməli, lazımdır çatdırmaq. İnsanlar və yaxud Allah Quranda deyir ki, Peyğəmbərimizə xitabən فَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّث Allahın sənə verdiyi nemətlərdən danış. Dey insanlara. Niyə demirsən insanlara? Niyə çatdırmırsan insanlara? Çatdırın insanlara, deyin insanlara, xəbər verin, informasiyadan istifadə edin. Amma gözəl şəkildə, gözəl bəyanla, gözəl formada. Kimsə deyib ki, bu yasaqdır. Yəni, kim deyib baxı bunu? Bu yasaqdır, bu olmaz. Yox, birdən reklam olar, birdən elə reklam olmalıdır da. Lazım olanı çatdırmaq lazımdır, tanıtdırmaq lazımdır, demək lazımdır, yaymaq lazımdır. Sən çünki gözəlliyi yaymasın, onun yerin gələcək, pisliyi tutacaq. Sən yaxşılığı yaymasın, onun yerin gələcək, digərləri tutacaq. Ona görə lazımdır ki, sən bundan istifadə eləyəsən. Qaldı ki, yaxşı, bəs onda məsələ niyyətə bağlıdır. İndi bir nəfər yaxşı iş görür, başqalarını şövqləndirmək üçün əgər bunu danışsa, onda problem yoxdur, biraz da gözəldir. Məsələn, bir nəfər oturub deyir ki, mən dünənləri bir yetimi sevindirdim. Amma niyyəti budur ki, insanlar da bilsinlər ki, belə şey var, bunu eləmək lazımdır, bunu eləmək olur. Bu niyyətlə desə, bu gözəldən gözəldir. Amma o yetimin adını çəkə, o yetimin evin göstərə, o yetimin yerin deyəm, onu yaxşılıq eləmişəm, minnət qoya, bu günahdır, bu riyadır, bu olmaz. Bu haramdır. İndi bəziləri deyir ki, axı bu yaxşı əməl yayılanda və yaxud yaxşı bir insan tanıtdıranda, bu da birdən riya olar axı. Deyirəm, birdəm riya olar, o birdəm riya olar, ehtimali həmişə var da. Yaxşı, sən namaz qılanda mən hardan bilim ki, yaxşı, sən demirəm, mən namaz qılanda cəmaat hardan bilsinlər ki, mən namazı Allaha xatir qılıram, yoxsa nəyəsə görə? Mən oruç tutanda cəmaat hardan bilsin ki, mən Allaha xatir tuturam, yoxsa yox? O birdəm ehtimali bütün əməllərdə var, onda biz bütün əməlləri tərk eləməliyik.
Mən həccə gedəndə birdən cəmaət elə bilər ki, mən Allah xatir getmirəm. Mən ümrəyə gedəndə birdən cəmaət elə bilər ki, mən ümrəyə getmirəm. Mən dindən danışanda birdən cəmaət, bu birdən ehtimal, bu ehtimal hər yerdə var. Onda görə bütün yaxşı əməlləri tərk eləyəsən ki, birdən mən riya eləmiş olaram. Ona görə əzizlərim, bizdə İslamda qaydalar var. Əlbəttə bu qaydalar peyğəmbərlərin və imamların sözlərindən gələn qaydalardır. Yəni bizim özümüzün, insanların düzəltdiyi qaydalar deyil ki, bunlara fiqh qaydaları deyirlər və o fiqh qaydaları da dəyişilməz qaydalardır. Yəni hər zamanda tətbiq olunur, hər yerdə tətbiq olunur. Məsələn, onlardan biri budur ki, müsəlman bazarı. Qaydanın adı belədir. Müsəlman əli, müsəlman bazarı. Qaydanın adı belədir. Nədir bu qaydanın mahiyyəti? Deyir, bu qayda ondan ibarətdir ki, sən müsəlman bazarından bir şey alsın, daha şək eləməyə ehtiyac yoxdur. O müsəlmandan almışam, birdən oğurluq olar, birdən qəsbi olar, birdən başqasının malı olar, birdən sahibinin izni olmaz. Deyir, bu ehtimallı, yəqinən bilsin ayrı məsələ. Birdən əgər yəqinən sənə bəlli olsa ki, bu mal oğurluqdur, onda almaq haramdır, olmaz. Amma nə qədər ki, yəqinə çatmamısan, o ehtimal var, şək var, dinimiz deyir ki, o şəkkə itina eləmə. Biri İmam Sadiq əleyhissalamdan soruşdu bunu. İmam Sadiq əleyhissalam dedi ki, madam ki, müsəlmanın əlindən, müsəlman bazarından almışsansa, bu halaldır sənə. Dedi, ağa, bəs birdən oğurluq olar. Ağa dedi, əgər sənin bu birdənivə qalsa, onda bazar ləğv olar. Cavaba bax. Onda nizam pozular, onda intizam pozular. Onda bütün məsələləri gərək biz onda tətil eləyək ki, birdən. Bu nizam qorunmasından ötürü, bəli, bu qayda meydana gəlib. Və o qaydalardan bir dənə də biri də budur. Çoxdur qaydalar, indi hamını burada saymayacağım, məsəl üçün, misal üçün deyirəm. Amma bu yerimizə, məqamımıza, söhbətimizə, mövzumuza aid olan qayda bundan ibarətdir ki, əməlul muslim və qovlul muslim yuhməlu aləs-sihhə. Müsəlmanın əməli və müsəlmanın sözü düzgünlüyə yozulmalıdır. Qaydadır bu. Özdə yenə deyirəm, hər qayda o deməkdir ki, istisnası yoxdur. Yəni hər zamanda tətbiq olunur, hər yerdə tətbiq olunur və həmişə tətbiq olunur. Müsəlmanın əməli düzgünlüyə yozulmalıdır. Nə deməkdir bu? Misal deyim sənə. Mən uzaqdan baxıram, görürəm ki, bir müsəlman bir yetimi danlayır. Burada iki ehtimal var. O yetimi tərbiyələndirmək istəyir, ədəbləndirmək istəyir. Hər hansı bir pis əməl görüb, ona görə istəmir ki, yetim bu pis işin dalınca geçsin, ona görə onu tərbiyələndirir, ona görə danlayır onu. Bu ehtimal var, bu ehtimal olsa qəşəngdir, əladır bu. Sən ona can yandırırsan, ürək yandırırsan ona. İkinci ehtimal da var ki, bu yetimə zülm eləyir, ona görə danlayır onu. Bu ehtimal da var. Yaxşı. İslam bu qayda nədir mənə? Deyir, madam ki, o müsəlmandır, gərək onun əməlin düzgünə yozasan. Ta ki, sənə yəqinən sübut olar. Yəqinən sənə sübut olsa ki, ona zülm eləyir, o ayrı məsələ. Nə qədər ki, bu yəqinə çatmamısan, gərək onun əməlin düzgünə yozmalısan. Düzgünə yozmaq nə deməkdir? Yəni, deməlisən ki, inşallah onu tərbiyələndirir. İndi san verirəm Allaha, nə qədər müsəlmanlar bu qaydaya əməl eləyir? Nə qədər əməl edilir buna? Görsük ki, bir müsəlmanın əməlində, o İmam Əlidən belə bir hədis var, deyir, görsün ki, bir müsəlmanın əməlində 70 yerə yozulur. Yəni, 70 yerə yoza bilərsən onu. Buna görə elədi, buna görə elədi, buna görə dedi, buna görə elədi. 70 yerə yoza bilərsən. Onun 69'u batıl ola, biri düzgün ola, ağa deyir, yenə o düzgünü götürməlisən. 69'u götürməməlisən. Amma biz müsəlmanlar bugün nə inirik? Bir nəfərin əməlin görəndə, o əməl 69 gözəl yerə yozulsa, bir dənə pis yerə o 69 gözəli götürməyəcək, pisi götürəcək. Söz də belə dəzlərim. Bir nəfər bir söz deyir, bunun sözü bu cürdə yozula bilər, bu cürdə yozula bilər. Biz onu o yaxşıya yozunu götürməyəcəyik, pisə yozunu götürəcəyik. Amma dinimiz deyir ki, vacibdir yaxşıya yozunu götürəsən. Vacibdir yaxşıya yozunu götürməlisən. Ta inki daha murad sənə hasıl ola. O özü deyək ki, məsələn, mənim muradım budur, bu sözdən. Bu əməldən mənim məqsədim budur. O ayrı məsələdə, yəqindən sübut oldu, qutardı getdi. Görürsünüz əzizlərim, biz indi bu elə bizə də aiddir, başqalarına da aiddir.
Mən gedirəm Həzrət Əlinin qəbrini öpürəm. Mən gedirəm İmam Hüseynin qəbrini öpürəm. Ehtimal var ki, mən Allaha şərik qoşuram. Yox deyə bu ehtimal. Məsələn deyirəm, yəni kimlərə görəsə deyirəm. Ehtimal var. Ehtimal da var ki, mən İmam Əliyə öz məhəbbətimi göstərirəm. Bu ehtimal da var. Müsəlman hansına yozmalıydı? Hansına yozmalıydı? Deyin mənə. Deməliydi ki, bunun imama, Peyğəmbərin, ay əhl-i beytinə məhəbbəti olduğuna görədir. Şirkə yozmamalıydı. Amma nəinki yozmaq, yəqin eləyib ki, sən artıq müşriksən, sən... Fikir verirsiniz əzizləri, nə qədər İslamın həqiqətindən uzaqlaşırıq, nə qədər ona görə Peyğəmbər salavatullah aleyhi və alihin çox şirin bir sözü var, buyurur ki, Əl-İslamu bədəə qəribə və səyəudu qəribə. İslam qərib başladı və qərib də qaydacaq. Qərib nə deməkdir qərib? Qərib, tanış olmayan, sənin üçün bəlli olmayan, ona qərib deyərlər. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, İslam qərib başladı. Yəni İslam gələndə İslamın təlimatları insanlara yad idi, tanış deyildi. Nə danışır bu? Nə gətirib bu? Qərib gəldi İslam. Fakat maraqlı odur ki, qərib qayda. İndi sən İslam qərib gəldi deyə bilərsən ki, bəli bu təbiidir. Hicazda İslam qərib gəlsin. Niyə? Çünki Hicaza neçə yüz illər idi ki, Peyğəmbər gəlmirdi. Neçə yüz illərdir ki, İbrahim Peyğəmbərin iki oğlu olub, bilirsiniz, İsmail Peyğəmbər və İshak Peyğəmbər. İshak Peyğəmbərdən Peyğəmbər övladları çoxdur. Nə qədər Allah Quranda adını çəkir. Yaqub Peyğəmbər İshakın oğludur, Süleyman Peyğəmbər o nəsildəndir, Davud əleyhissalam o nəsildəndir, İsa əleyhissalam o nəsildəndir, Zəkəriyyə əleyhissalam o nəsildəndir, Yahya əleyhissalam o nəsildəndir, Zilkifil o nəsildəndir və sair Allahın salamı olsun bütün peyğəmbərlərə. Nə qədər hələ Quranda adları var, nə qədər də adları Quranda olmayan peyğəmbərlər ki, İshakın nəslindən gəlib. Amma İsmail Peyğəmbərdən neçə dənə peyğəmbər gəlib? Neçə peyğəmbər gəlib? Bizim peyğəmbərimizlə İsmail Peyğəmbərin arasında cəmi 3 peyğəmbər var. 3. Ona görə deyirlər ki, ərəbdən cəmi 5 peyğəmbər var. Başlayır İsmail Peyğəmbərlə, qurtarır bizim Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm. Yaxşı 5 peyğəmbər, Allahın salamı olsun, biri İsmail əleyhissalam, bizim peyğəmbərimiz, onda ortada nə qədər olur? Cəmi 3 peyğəmbər gəlir. Hansıdır bu 3 peyğəmbər? Salih peyğəmbər, Hud peyğəmbər, bunlar Şuayb peyğəmbər. Bu 3 peyğəmbər İsmailin nəslindən gələndir, bizim peyğəmbərimizdən başqa. Yaxşı, Şuayb peyğəmbər Musa əleyhissalamın zamanındadır. Hud peyğəmbər İbrahim əleyhissalamın zamanındadır. Salih peyğəmbər də biraz onlardan sonra. Salih peyğəmbərlə bizim peyğəmbər arasında nə qədər məsafə var, nə qədər müddət var. Salih peyğəmbərdən sonra Ərəb, Hicaz peyğəmbər görməyib. Ona görə bəli, təbiidir o zamanda İslam qərib başladı. Amma İslam niyə qərib qaydacaq, əzizlərim? Bax, maraqlı budur ya. İslam qərib qaydacaq işarədir. İmam Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərifin zuhuruna. Allah zuhurunu tezləşdirsin. İslam qərib qaydacaq. Bəs bu niyə? Axı İslam günü gündən yayılır, artır, inkişaf eləyir, çoxalır. Yenə qərib qaydacaq. Bəli, qərib qaydacaq. Səyaudu qərib. Bir dənə də burada yeri gəlmişkən sizə söz deyim. Baxın əzizlərim, bizdə məşhur bir söz var. Bizdə deyəndə, yəni dinimizdə. Deyərlər, İslam dini fitrət dinidir. İslam dini fitrət dini nə deməkdir? Yəni, İslam dini insan fitrətinə, insan təbiətinə tamamilə mülaimdir, yəni uyğundur, müvafiqdir. Ona deyərlər ki, İslam dini fitrət dinidir. Ma hassanahul aql hassanahul şər' və ma qabbahahul aql qabbahahul şər' məşhurdur bizdə. Yəni o şeyi ki ağıl pis bilir, onu şəriət də pis bilir. O şeyi ki ağıl yaxşı bilir, şəriət də yaxşı bilir. Ədalət, ağıl deyir yaxşıdır, din də deyir yaxşıdır. Doğru danışmaq, ağıl deyir yaxşıdır, din də deyir yaxşıdır. Səxavətli olmaq, ağıl deyir yaxşıdır, din də deyir yaxşıdır. Və əksi də belə. Zülüm, yalan, ağıl deyir pisdir, şəriət də deyir pisdir. Yaxşı. İslam dini fitrət dinidir. Yəni tamamilə insan təbiətinə uyğundur, müvafiqdir. Yaxşı. Madam ki İslam dini insan fitrətinə uyğundursa, niyə İslam qərib olmalıdır bəs? Yaxşı sual da.
Niyə qərib olmalıdır? Qərib o olar ki, mənim təbiətimə müxalif bir şey olsun, zid bir şey olsun mənim təbiətimə, insan təbiətinə. Zidd olan bir şey olsa mənim təbiətimə, o mənim üçün qərib olardı. Bu oradan çıxdı, bunu oradan. Amma bir şey ki, mənim təbiətimə uyğundur, fitrətimə uyğundur. Bu necə qərib ola bilər insanların içində? Düşünün biraz bu barədə, biraz düşünün. Dərhal özüm cavabını deyəcəm, amma özüm dərhal demirəm ki, biraz da düşünək. Çünki bu o qədər gözəl sualdır. Niyə İslam qərib başlamalıdır və qərib qayıtmalıdır bizim içimizə ki, bu din mənim fitrətimə uyğun olan dindir. Tamamilə mənim insan təbiətinə uyğun olan bir şeydir. Niyə qərib olur? Deməli, günah burada İslamın təlimatında deyil. Günah biz fitrətimizdən kənarlaşmışıq. İslam gəlib deyəndə ki, mehriban olun, bizə qəribə gəlir. Bu qəribə gəlir bizə. Bu nə danışır bu? Təzə şey gəldi. Təzə niyə olur bu? Yəni, gör, sən öz fitrətin demirdi ki, mehriban olmaq lazımdır. İslam gəlir, deyir ki, qız övladlarını sevin. İslam gəlir, deyir, ailəyə hörmət qoyun. İslam gəlir, deyir ki, insanlara qiymət qoyun. İslam gəlir, bu bizə qəribə gəlir bu günləri. Görürsən? Hətta o məşhur sözdə eşitmişsiniz də, bəziləri deyirlər ki, İmam Zaman ağa gələndə təzə dinlə. Təzə din gəlməyəcək. Din də gəlib qutarıb, şəriət də gəlib tamamlanıb, Qur'an da gəlib tamamlanıb. İmam Zaman ağa nə təzə şəriət gətirəcək, nə təzə din gətirəcək, nə təzə Qur'an gətirəcək. Peyğəmbərimiz Muhammed ibn Abdullah sallallahu aleyhi və alihi və səlləm Xatəmül Ənbiyadır. Sonuncu kitab ona gəlib, sonuncu şəriət onunla tamamlanıb, peyğəmbərlik və risalət də onunla tamamlanıb, qurtardı. Bəs onda niyə bizə qəribə gəlir, deyirik, bu təzə din gətirəcək? Biz uzaqlaşmışıq, fitrətimizdən uzaqlaşmışıq, təkcə dindən yox. İnsanlıq fitrətindən insan uzaqlaşanda ona görə ona qəribə gəlir bu təlimatlardır. Bu nə danışır bu? Bu cənnətdən danışır. Yox, əslində yox, elə bu belə olmalıymış deməmiş. Ona görə əzizlərim, bu elan məsələsi mühüm məsələdir. Mən bütün ibadətləri, əməlləri edirəm və əsas niyyətdir. Allah niyyətə baxır və niyyətində olsun bunu Allah xatir edirsən. Eləcə də sənin informasiyan, eləcə də sənin çatdırmağın, eləcə də sənin reklamın, eləcə də sənin elanın. Bu cür olmalıdır. İndi xanım Zeynəb salamullah əleyha əgər Kərbəladan sonra danışmasaydı, o da desəydi ki, qardaşımın bu gözəl işin mən yaymayayım, insanlara çatdırmayayım, nə baş verərdi onda? Nə baş verərdi onda? Onda İbn Ziyad rahat şəkildə deyəcəkdi ki, necə ki dedi. Dedim mən, gördünüz deyir, Allah bunların başına nə oyun gətirdi. Sözə bax, artıq dəyişdirir. Artıq məcrasından çıxardır hadisəni. Yəni burada nə mənim, nə o günahı yoxdur. Burada artıq məcrasından çıxardır hadisəni. Gördünüz Allah bunların başına nə oyun gətirdi. Xanım Zeynəb salamullah əleyha nə deyir? Deyir, mən gözəllikdən başqa bir şey görmədim. Bir dənə də burada mühüm şey deyim sizə, bu da çox lazımlıdır. Yavaş-yavaş söhbətin əlinə yağın yığım. O da bundan ibarətdir. Baxın əzizlərim, İnsan özü nə qədər olursa, onun xitabı da o qədər olur. Nə deməkdir, insan nə qədər olursa, xitabı da o qədər olur. Görürsən ki, bəzi insan xitab eləyəndə elə ancaq öz çərçivəsinə xitab eləyir, öz ətrafına xitab eləyir. İnsan var bir dənə bütün xalqa, millətə xitab eləyir. İnsan var bütün müsəlmana, ümmətə xitab eləyir. İnsan da var ki, görürsən ki, bütün bəşəriyyətə xitab eləyir. Bütün insanlığa xitab eləyir. Bizim Qur'anımız, yadınızda qalsın, Qur'anımız və Peyğəmbər və Ali Peyğəmbər ümumbəşəri olduğuna görə onların xitabları bütün insanlar üçündür. Bir dəstəyə aid deyil. Məsələn, mən sizə nümunə çəkim. Baxın, Cəməl döyüşü var İslam tarixində. Birinci dəfə müsəlmanın müsəlmanla döyüşüdür. Birinci dəfə müsəlmanla müsəlman qılınc çəkiblər bir-birinə ordu şəklində. İndi ola bilsin, ona qədər şəxsi olub, fərdi olub. Kiminsə kimdən xoşu gəlməyib, qılınc çəkib filan, ondan işim yox. Mən müharibədən danışıram. Mən qoşunun üzbəyüz qalmağı ilk dəfə müsəlmanın müsəlmanla üzbəyüz qalması hansı döyüşdə baş verdi? Cəməl döyüşündə.
Və böyük də özdə fitnədir, böyük məsələdir, balaca məsələ deyil. İki ordu üzbəüz dayanıb, ikisi də müsəlman, bir ordunun başında dayanıb Peyğəmbərin həyat yoldaşlarından biri, Təlhə, Zübeyir, ən böyük səhabələrdən, bunlar dayanıb o bir qoşunun başında, bir qoşunun başında da Həzrəti Əli, Əmir-əl-Müminin Əli ibn Əbi Talib, əleyhissalam. İndi bu müsəlman nə eləsin burada? Ona görə bəziləri gəldilər, soruşdular, dedilər, ya Ali, biz heyrətdə qalmışıq. Biz necə eləyək? Kimə qoşulaq? Baxmayaraq bir tərəf Əlidir, amma bilirlər Əlinin ədalətin, bilirlər Əlinin doğru danışması, bilirlər Həzrət Əli yalan deməz. Onlara hər halda düz yolu göstərəcək. Ona görə yenə Əlidən soruşurlar. İndi baxın əzizlərim, burada Həzrət Əlinin cavabı olsaydı ki, haqq mənləndir, mənləndir, gəlin mənə qoşulun. Bu olacaqdı ancaq ona inananlar üçün. Düzdür, onlara aid olacaqdı. Burada Həzrət Əli cavab versəydi ki, Quran oxumamışsınız, Hucurat surəsində Allah Teala deyir ki, əgər iki mömin dəstə, müsəlman dəstə bir-biri ilə vuruşsa, o zaman siz də zülm edənlə vuruşun. Quran deyir ki, iki müsəlman dəstə bir-biri ilə vuruşsa, Hucurat surəsində, əvvəl çalışın onların arasında sülh yaradın, islah edin, sülh yaradın. Birdən sülhə gəlməsələr, zülm edənlərlə vuruşun. Zülm edən tərəf hansıdırsa, məzlumun yanında olun, zülm edənlə vuruşun. Yaxşı, bu cür də cavab verə bilərdi Həzrət Əli. Ancaq bu cavab kimə aid olacaqdı? Müsəlmanlara aid olacaqdı. Çünki Qurandan gətirib dəlili. Amma Həzrət Əlinin cavabına bax. Dedi, haqla batil insanlarla tanınmaz. Siz haqqı tanıyın, sonra onun əhlini tanıyın. Batili tanıyın, sonra onun əhlini tanıyın. Cavabı nə oldu? Ümum bəşəri. Daha burada müsəlman, qeyri-müsəlman, avam, alim, qadın, kişi fərq eləmir. Xitab oldu ümum bəşəri. Qurban olum kəlamı və ya Ali, belə də olmalıydı. Niyə? Çünki axı o ümum bəşəri Peyğəmbərin vəsisidir. O təkcə müsəlmanların Peyğəmbərinin vəsisi deyir axı. O elə bir Peyğəmbərin vəsisidir ki, Allah deyir ki, və ma ərsəlnəkə İlla rəhmətən lil aləmin. Mən səni yalnız və yalnız bütün aləmlərə rəhmət olaraq göndərmişəm. Bütün aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərin vəsisi də gərək xitab eləyəndə ümum bəşəri eləyə, bütün insanlara eləyə. İndi Həzrəti Zeynəb salamullah əleyhanın cavabına bax. Əgər desəydi ki, İbn Ziyadə, mənim qardaşım, İmamım İmam Hüseyni sən öldürmüsən, mən Kərbəlada bunu gördüm. Onda bu cavab kimə aid olacaqdı? İmam Hüseyni ancaq imam bilənlərə, onlara aid olacaqdı. Əgər Həzrəti Zeynəb salamullah əleyha cavab versəydi ki, siz sən cənnət cavanlarının ağasını öldürmüsən, onda cavab kimə aid olacaqdı? Müsəlmanlara. Çünki bütün müsəlmanlar deyir ki, Peyğəmbər salavatullah aleyh və aleyh buyurub ki, Həsən və Hüseyin cənnət cavanlarının ağalarıdır. Olacaqdı müsəlmanlara aid. Amma gör xanım Zeynəb nə cavab verir? Ma rəəytu illa cəmila. Mən gözəllikdən başqa bir şey görmədim. Bu cavab artıq ümum bəşəridir. Burada müsəlman, qeyri-müsəlman fərq eləmir və belə də olmalıydı. Çünki xanım Zeynəb salamullah əleyhada o ailədə göz açıb ki, onlar aləmlərə rəhmət olaraq gəliblər. Hicrətin 5-ci ilində xanım Zeynəb salamullah əleyha göz açıb. Hicrətin 5-ci ili bilirsiniz nə deməkdir? Müharibələrin, döyüşlərin başlanmasıdır. Mədinə dönəmi artıq hicrət eli Peyğəmbər 5 ildə keçib, düzdür, Bədir döyüşü, Uhud döyüşü, Xəndək döyüşü olub, amma ondan sonra qalan bütün döyüşlər həmən zamanda baş verir. Və xanım Zeynəb salamullah əleyha bu mühitdə böyüyə-böyüyə 5 yaşına qədər, çünki 5 yaşı olanda Həzrəti Rəsulullah vəfat edib, 5 yaşına qədər artıq bu gözünün qabağında baş verir hadisələr. Babam hardadır, babam döyüşə gedir, babam döyüşdən gəldi, müsəlmanlar qayıtdılar, filankəs şəhid olub döyüşdə, filankəs yaralanıb, bu bununla böyüyür artıq. Və sonra Həzrət Əleyhisselam atası ilə, sonra İmam Həsənlə, sonra İmam Hüseynlə və
Xanım Zeynəb salamullahi aleyha dünyaya gələndə xanım Fatimə Zəhra salamullahi aleyha deyir, qızımı təqdim elədilər Həzrət Əliyə, dedilər ki, səmmi hadəl bint. Yəni, ya Əli, bu qızın adını qoy, uşağın adını qoy. Dedim, mən heç vaxtı Peyğəmbərdən qabağa keçməmişəm ad qoymaqda. Gözləyək Rəsulullah özü ad qoysun. Həzrəti Rəsulullah xanım Zeynəbin adını qoydu Zeynəb. Zeynəb salamullahi aleyha. Amma tarixlər bu cür yazırdır. Xanım Zeynəb salamullahi aleyhanı Peyğəmbər ilk dəfə qucağına alanda baxdı və gözlərindən yaş axdı, ağladı. Xanım Zəhra dedi ki, atacan, Allah gözlərimi ağlatmasın. Səbəb nədir ağlamaq bu? Dedi, bu balamın çəkdiyi müsibətlərə görə ağlayıram. Bir zaman gələcək, bu balam müsibətlər görəcək. Və doğrudan da belə oldu. Və o qədər müsibətlər üz verdi ki, Ummul Məsaib, müsibətlər anası, belə ləqəb verdilər Həzrəti Zeynəb salamullahi aleyhaya. Amma o demək deyil, Həzrəti Zeynəb salamullahi aleyha, elə biz müsibətdən danışanda, çünki bəziləri irad eləyir, siz ancaq xanım Zeynəbin müsibətlərindən danışırsınız. Deyir ki, amma bu müsibətlərə sinə gərmənin özü axı fəzilətdir. Düzdür, müsibətdir. Amma müsibətdən üzü ağ çıxmaq fəzilətdir. Fəzilətdir. Kim eləyə bilər müsibətdən üzü ağ çıxsın? Kim eləyə bilər həyatın o ağır imtihanlarından üzü ağ çıxsın? Onu kim eləyə bilər? O insan eləyə bilər ki, onun səbri olsun. O insan eləyə bilir ki, onun iradəsi olsun. O insan eləyə bilir ki, onun əzmi olsun. O insan eləyə bilir ki, onun mərifəti olsun. Mərifət, əsas mərifət. Mərifət yəni tanımaq. Mərifət yəni bilmək. Mərifət yəni elm. Elmi olan insan bilər. Elmi olmayan insan balaca bir məsələdə də, xırda bir müsibətdə, problemdə də özünü itirir. Həyəcanlanır. Nədən irəli gəlir? Yoxdur. Elmi yox, mərifəti yox, xəbəri yox. Amma biləndə ki, o işin özü nədir, nəticəsi nədir, mən səbr eləsəm nə olar, hara yetişərəm, orada artır. Ona görə əslində xanım Zeynəb salamullahi aleyhanın müsibətlərindən danışmaq o xanımın fəzilətini aşağı salmır. Biraz da onun fəzilətli olması insanlara göstərir ki, bu müsibətlərdən ki, o qədər bir insanın başına müsibət gələ, ləqəbi Ummul Məsaib ola, amma bütün bu müsibətlərdən üzü ağ çıxar. Necə üzü ağ çıxar? İmam Zeynul Abidin əleyhissalam deyir ki, bibim Həzrəti Zeynəb Şam-ı Qəriban gecəsi belə. Şam-ı Qəriban gecəsi bilirsən hansı gecədir? Bilirsən, hamı bilir. Şam-ı Qəriban gecəsi. O gecə Kərbəlada deyir, mənim bibim Zeynəb gecə namazını tərk eləmədi. Gecə namazını, axşam yox ha, axşam namazı vacibdir, müstəhəb, gecə namazını tərk eləmədi. Deyir, düzdür, bibim Zeynəbin taqəti olmadı, ayaq üstə qılsın, düzdür. Amma oturan yerdə 11 rükət gecə namazını o gecədə də qıldı. Bu hansı məqamdır bu məqam? Mən həmişə bu sözü deyirəm Əhl-i Beytdən danışanda, deyirəm ki, onların o ülvi məqamı ki var, ruhani, mələkuti məqamı, onu mən heç vaxtı başa düşməyəcəm. O müəssər deyir, o mümkün deyir bizə. Onu bilməyəcəyik biz. İndi ancaq o hədislərdə nə qədər gəlibsə onu tərcümə eləyə bilirik. Amma olduğu kimi dərk eləyək, başa düşək, yox, onu eləyə bilməyəcək. Amma onların bu dünyadakı məqamları bəli, o bizdən ötürüdür. Dərk eləməkdən ötürüdür, öyrənməkdən ötürüdür, həyata keçirməkdən ötürüdür, yaşamaqdan ötürüdür. Onlar həyat imamlarıdır, həyat, yaşamaq imamlarıdır onlar. Onlar düzdür, bizə şərəfli ölümün də yolunu göstəriblər. Amma ölmək üçün onlar gəlməyib, onlar yaşatmaq üçün. Allah dini ölmək üçün göndərməyib, əzizlərim. Bəli, insan öləndə, müsəlman öləndə hökmləri var dinimizdə. Amma din ölü dini deyil, əzizim. Din yaşamaq dinidir, həyat dinidir. İnsan üçün gəlib ki, necə yaşayımı öyrədir, necə ölümündən işi yoxdur dinin. Onsuz da zamanı gələndə gələcək. Həmd olsun Allaha, nə vaxt gələcəksə, ləbbeyk. Amma yaşamağı öyrətmək üçün din gəlib. Ona görə xanım Zeynəb salamullahi aleyha bizə yaşamağı öyrədir ki, əgər yaşadığın həyatda sən problemlə, müsibətlə üzbəüz gəlsin, necə tab gətirməlisən, nə ilə tab gətirməlisən, onun yolunu öyrədir bizə xanım Zeynəb salamullahi aleyha.
Ona görə xanım Zeynəb salamullahi aleyha bəzlədir ki, xanımlarımız üçün örnəkdir. Mən deyirəm, xeyr, bütün bəşəriyyət üçün örnəkdir, nə xanımlar üçün. Bütün insanlıq üçün örnəkdir Həzrəti Zeynəb salamullahi aleyha. Şamda əsirlikdə olanda xanım Zeynəb salamullahi aleyha bilirsiniz, əsir çox qala bilmədilər. Elə bayağı dediyim o söhbətimin mövzusu da bu idi. Xanım Zeynəb salamullahi aleyhanın atası Həzrəti Əliyə bənzər bəlağətli nitqinin qarşısında Yezid və Yezid hakimiyyəti tab gətirə bilmədi. O bəlağətin qabağında tab gətirə bilmədi. O nitqin qabağında tab gətirə bilmədi. Ona görə çox əsir saxlaya bilmədi onları. Çox əsir saxlaya bilmədi. 10 gündən sonra dedi, qayda bilərsiniz. Amma qaydanda İmam Zeynalabdin ağaya dedi ki, əlbəttə İmam Zeynalabdin ağa nə qədər ki xətərdə idi, canı təhlükədə idi, canı zamanı imamı üçün təhlükə vardı, bütün o işləri xanım Zeynəb boynuna götürmüşdü. Şeyx Səduq Allah rəhmət eləsin, bizim alimiz, eşitmiş adın Şeyx Səduq kimdir? Bilənlər bilir. Şeyx Səduq deyir ki, mənim fikrim budur ki, Şeyx Səduqun fikridir. Əlbəttə o demək deyir, biz hamımız ondan razıyıq, amma onun fikridir. Hörmət verir, qiymət vermək lazımdır bu fikrə. Deyir, mənim nəzərimcə xanım Zeynəb salamullah aleyha İmam Hüseyndən sonra Zeynalabdin ağadan təhlükə sovuşana qədər İmam Hüseynin xüsusi naibi idi. Xüsusi naib. Xüsusi naib bilirsən nə deməkdir? İmam Zaman ağanın 4 xüsusi naibi olub da. Yəni İmam Zaman ağa xüsusi naib buna deyirlər. Yəni dili ilə deyib ki, nə qədər ki mən qeybdəyəm, filan kəs oğlu filan kəsə müraciət eləyin. Odur mənim yerimdə. Sözü sözümdür. Buna deyirlər xüsusi naib. Şeyx Səduq deyir ki, mənim nəzərimdə xanım Zeynəb İmam Zeynulabidin əleyhissalam təhlükədən sovuşana qədər İmam Hüseynin xüsusi naibidir. Yəni İmam Hüseyin dili ilə ona deyib ki, sən mənim yerimdəsən. Ona görə Yezid bunları əsirlikdən buraxanda, azad eləyəndə dedi ki, gətirin bunlara biraz puldan, paradan da, indi o zaman dirhəm, dinardan da verin deyəndə İmam Səccad baxdı xanım Zeynəbə ki, bu nə danışır? Dedi, Yezid bizdən qarət elədiklərinizi qaytar, başqa şey biz səndən götürmərik. Biz səndən nə dinar, nə dirhəm götürmərik. Bizdən qarət elədiklərimizi ver. Nə qarət eləyiblər sizdən? Dedi, bacılarımın bəzi zinət əşyaları olub, onları götürüblər. Onları qaytarın. Qaytardılar. Sonra da götürüblər sizdən. Dedi, əmim Əbəlfəzin ələmin qaytarın. Qaytardılar. Dedi, nənəm Zəhranın toxuduğu köynəyi qaytardı. Xanım Zəhra toxuyan köynəyi qaytardılar. Zeynəb onu bastı ürəyinə. Bax, həmən o ürəyə basma idi ki, son nəfəsinə qədər xanım Zeynəb can da verəndə gördülər, əlləri sinəsi üstündə can verir. Əllərini açdılar, gördülər ki, İmam Hüseynin köynəyin büküb ürəyinə basıb. O həmən köynəyi ora qədər özü ilə saxladı. Bir dən bunu da deyim, sonra başlasın əzizim. Qardaşım oxusun inşallah. Abdullah Həzrəti Zeynəbin həyat yoldaşı onun əmisi oğludur. Abdullah ibn Cəfər Təyyar, Cəfər Təyyarın oğludur Abdullah. Həzrəti Zeynəbin həyat yoldaşı. Kərbəlada ola bilmədi, gözləri tutulmuşdu. Amma 2 oğlu getdi, Məhəmmədlə Övün. Həzrəti Zeynəbin, Abdullahın 2 oğlanları Məhəmməd Övün Kərbəla şəhididir, 72 şühədadandır. Abdullah çox imkanlı idi. O balaca uşaq idi. Peyğəmbər salavatullah gördü ki, qumda oynayır. Dedi, Abdullah, nə inirsən külün içində, qumun içində? Dedi, ticarət eləyirəm. O uşaqlıqda bizdə də olub, qumu götürərdi, deyərdi, bu məsələn olsun şəkər tozu,
Nə bilim, biraz belə sudan düzəldərdik, palçıqdan deyərdik, bu göy qənd çatırıq, belə uşaq oyunları. İndi söz yox, telefon indi imkan vermir uşaqlar belə oyun oynasınlar, amma bizim uşaqlıq dönəmimizdə olub. Peyğəmbər sallallahu soruşdu ki, Abdullah, nə edirsən bu qumun içində? Dedi, ticarət eləyirəm. Özündən tərəzi belə qumdan düzəltmişdi, belə göyə satır, alır. Peyğəmbər sallallahu bu uşağa dedi ki, Abdullah uşaq olanda dedi, Allah sənin ticarət və bərəkət versin. O bu Peyğəmbər ki, bu duanı eləmişdi Abdullaha, Abdullah elə ki, yetkinlik yaşına çatdı, hansı ticarətə əlin uzatdı, birə neçə qazandı. Həmişə bərəkət oldu, yəni ömrün axırına qədər də belə oldu. Abdullah eşitdi ki, Kərbəla hadisəsi baş verir, xanım Zeynəbgil əsirlikdən azad olub gəlib, İmam Hüseynin şəhidlik xəbəri ki, çatdı, yetişdi. Mədinədə ilk dəfə bizim bu günləri verdiyimiz İmam Hüseyin ehsanı var, Allah qəbul eləsin hamısından. Onun bünövrəsini də Abdullah qoyub. Birinci dəfə Mədinədə süfrə açdı. Dedi, Mədinənin bütün yetimləri, fəqirləri gəlsinlər, bu süfrədən yesinlər və onun savabı İmam Hüseynin və Kərbəla şəhidlərinin ruhuna hədiyyə olsun. Onu ilk dəfə o süfrəni Abdullah açıb. Abdullahın evində bir xidmətçi də var idi. İndi adətən xidmətçilərdə belə xasiyyət olur. İndi istəyirlər güya ağalarına yaxın olsunlar. Gəldi, Abdullaha dedi ki, bu da Hüseyndən sənə gələn xeyir. Yəni, güya sənin də 2 oğlun öldü də onunla. Deyir, Abdullahın gözləri görmürdü, ayağından çıxartmışdı, yanında qoymuşdu, nəleyn deyərlər də, ərəblər çarıq, götürdü nəleyni, atdı bu xidmətçiyə. Dedi ki, mənim özüm canım da fəda olsun Hüseynə, bu nə sözdür deyirsin? Mənim öz canım da qurban olsun, kaş mənim gözüm olaydı, mən də Hüseynin yanında olaydım. İndi bütün bu hadisələr olub, əyləşiblər. Abdullahla Həzrəti Zeynəb 2 əmoğlu, əmi qızı, həyat yoldaşı əyləşiblər. Abdullah deyir ki, əmi qızı, bir ömür yaşamışıq, mən səndən razıyam. Heç səndən giləyim olmayıb. Heç səndən narazılığım olmayıb. Allah elə bütün ailələrə belə razılıq nəsib eləsin inşallah. Kaş elə bütün ailələr bir-birlərinə bu sözü deyə bilsinlər ki, Allah səndən razı olsun, mən səndən razıyam. Elə kişi də qadınına, qadın da kişisinə. Kaş elə bütün ailələr belə mehriban olsun, belə bir-birinin başa düşsün, belə bir-birlərinin qulluğunda dursunlar ki, onlar bu sözü deyə bilsinlər. Elə bu özü də böyük dərsdir bugün Həzrəti Zeynəbdən bizə, o ailədən. Dedi, əmi qızı, mən səndən razıyam, Allah səndən razı olsun. Heç giləyim olmayıb səndən, heç narazılığım olmayıb səndən. Amma mənə bir xəbər dedilər. O xəbəri eşidəndən sonra ürəyimdə biraz səndən giləyləndi. Bunu deyəndə xanım Zeynəb bilir ailə nə deməkdir. Ona görə dərhal dedi, əmoğlu, o nə xəbərdir, nə olub, nə eşitmirsən? Denən, əgər səhvim olubsa, mən səndən üzr istəyər. Dedi, mənə bu xəbər çatdı. Sən Kərbəlada Əbəlfəzə ağlamısan, Qasimi oxşamısan, Əli Əkbərin də adını çəkmirsən. Amma mənim 2 oğlumun heç adını çəkmirsən. Heç Məhəmmədlə övünün adını çəkməmişsən Kərbəlada. Deyir, bunu deyəndə xanım Zeynəb yenə ağladı. Dedi, amma oğlu, axı mən Hüseynin qabağında necə balalarımın adını çəkək? Qeyrət və iffət və qurban olum, həya və qurban olum Zeynəb. Mən necə çəkə biləydim? Amma xanımın necə şəhid olması, necə vəfat eləməsinə belə deyirlər. Xanımın indiki qəbri, Allah hamımızı tezliyin ora zəvvar eləsin inşallah. Allah o yurdu xanım Zeynəbə xatir, o yurtda əli aşıqlarına özü kömək olsun inşallah. O kəndin adı düzdür, indi xanım Zeynəbin öz adınadır, Seydə Zeynəb deyirlər ora. Amma vaxtında o kəndin adı Raviyə kəndi olub. Raviyə kəndi. Ora çox ağaclıq olan yer deyil, amma biraz sağına, soluna, ətrafına fırlananda axan çaylar var. Yaşıllıqları var. Biraz kənarında, ətrafında var. Abdullah deyir ki, ora köçəndən sonra gördüm ki, əmim qızı Zeynəb çox darıxır,
çox ağlayır. Deyir, götürdüm əmim qızın bu Şamın ətrafına, bu Raviyə kəndinin ətrafına, o yaşıllığa çıxardım. Bəlkə o yaşıllığı gördü biraz. Axı Peyğəmbər salavatullah deyib, insanın fikrin, qəmin axar su dağıdar, yaşıl çəmən dağıdar, gözəl üz dağıdar, hə? Deyir, ona görə əmim qızın götürdüm, biraz kənara çəkildik. Amma kaş götürməyəydim. O bir ağacı gördü, xanım Zeynəb, Abdullah deyir. Deyir, elə yana-yana ağladı. Mən xanım Zeynəbi bura sakitləşdirmək üçün gətirmişdim. Xanım Zeynəbin biraz da müsibəti təzələndi. Soruşdum ki, əmi qızı Zeynəb, sən niyə bu ağacı görəndə belə ağladın? Dedi, sən bilmirsən Abdullah, bizi Şam'a əsir gətirəndə mənim qardaşım Hüseynin başını bu ağacdan asmışdı. Vefalı Zeynep'e başı belalı Zeynep'e Hüseyin her aya gel Ürək yaralı Zeynep'im Hüseyin her aya gel Ürək yaralı Zeynep'im Vefalı Zeynep'im məndən bahəm dinən Vefalı Zeynep'im Işıqları söndürək Başı belalı Zeynep'im Vefalı Zeynep'im Başı belalı Zeynep'im Hüseyin her aya gel Ürək yaralı Zeynep'im Hüseyin her aya gel Ürək yaralı Zeynep'im Solub saralmışam Anam kimi qocalmışam Solub saralmışam Anam kimi qocalmışam Bilirsən 50 il Başıma qara salmışam Bilirsən 50 il Başıma qara salmışam Vefalı Zeynep'im Vefalı Zeynep'im Başı belalı Zeynep'im Vefalı Zeynep'im Başı belalı Zeynep'im Hüseyin her aya gel Ürək yaralı Zeynep'im Hüseyin her aya gel Ürək yaralı Zeynep'im Ey giriftar bela Zeynep Selam olsun sana Doktor xeyrun nisa Zeynep Selam olsun sana Ey musibetler çekip
ümmel mesaib adlanan, ey şikəstə məhfilin üstündə biməcer qalan, ey əsir-i mübtəla Zeynəb, selam olsun sana. Ey iki oğlu Əli-yu Əkbərə qurban verən, eşq-i cilvə numaz Zeynəb, selam olsun sana. Nar-ı musibette yanan Zeynep'em Allah, kardeş dalısıca dolanan Zeynep'em Allah, bir lahze cahanda dözebilmezdim sen can. İndi onu da çağıran Zeynep'em Allah, gelseydi başım üstüne öperdim ayağından, gurbette gözü yolda kalan Zeynep'em Allah. Yok sözüm aşık gerek, her derde minnetsiz dözer, zahmetin fikreyleme el-an çekir Zeynep güzel. Hüsnü'nün müştaqiye kalbi kararım var Hüseyin. Bu çetin saatte senden intizarım var Hüseyin. Zeynep'in can istedi, el-ay yolun gözler Hüseyin. Gel görün bir yolda bağlansın hemen gözler Hüseyin. Allah hiçbir can verenin gözlerin yolda koymasın. Can verenin gözleri kalıyor kapıda. Allah hiç bacının kalbine kardeş dağın salmaz. Analarım da bacılarım da benim sesimi eşidirler. Ay hanım Zeynep'in ezasına gelenler. Ay İmam-ı Zaman Ağa'ya başsağlığı vermeye gelenler. Can verenin her zaman görersen elleri yanında olar. Ama hanımlar dediler Zeynep can verende elleri sinede can verdi. Allah Allah Allah, Allah hiçbir bacını kardeş dalıca avare koyma. Neze Zeynep Kerbela'dan sonra tanımadılar. Saçı yağardı ama hanımlar gusleleyende gördüler. Ellerin çektiler ürək başından, gördüler Hüseyin'in kanlı köyneyi basıp bağırdı. Hüseyin əsir ver, Hüseyin
əsirvəm ay qardaş, ay qardaş, ay qardaş. Hər nə xəyal eyləsin, əsli bu mətləbdədir. Kərb-u bəla qəmləri hamısı Zeynəbdədir. Sən əgər Fatimə reyhanəsisən, mən bacıvam. 54 ildir Hüseyin, sənin həm bacıvam, həm anım. Hüseyin belə rəvadır, 7 qardaşı olan bacı necə adamsız can verər. 5 yaşından başına qara salan Zeynəb. Allah göstərməsin. Allah heç kimin canın alanda onun əzizlərin yanında qərar versin inşallah. Xanım Zeynəb gəlin köçəndə baxdı bir o yanan qapıya, baxdı Mövla Əlinin o ağlayan gözlərinə, gördü Mövla Əli başını salıb aşağı, dedi ata ağlama. Ata ağlama, mənim bəxtim belədir. Hər yerdə görərsiniz, qız köçəndə evdən ona anası yola salar. Ona deyər, qızım ged Allah səni xoşbəxt eləsin. Ged Allah səni bəxtəvər eləsin. Ged Allah səni bəxtəvər eləsin bala. Amma bu işi Əli gördü. Adamsız Əli, köməksiz Əli. O çox gecələr dərdin quyulara danışan Əli, Zəhradan sonra qozalan Əli. Deyir, baxdı Mövlanın üzünə, gördü gözləri dolub ağlayır. Dedi, ata başımı salma aşağı, mənim bəxtim belədir, amma üzünü çevirdi Həsənə. Dedi, qardaş Həsən, mən anamdan sonra sizə həm bacı olmuşam, həm ana olmuşam. Belədir ki, evdə əgər ana vəfat eləsə, evin böyük qızı o qardaşlara ana olar. Dedi, Həsənim, mən sizə həm ana olmuşam, həm bacı olmuşam, amma səndən bir istəyim var. Dedi, bacı Zeynəb, nə istəsin əmründəyəm, xidmətündəyəm. Dedi, Həsəncan, qardaş, ellər içində belədir rəsm o qərar, dolandırarlar tazə gəlin, küçə və bazar. Qardaş, ərəblərin belə adəti var ki, təzə gəlini küçədə dolandırarlar. Vəli bu Zeynəbinin qəlbidə bir nisçili var. Ürəyim başını qəm oxu ilə yarmayasız. Mənim anam döyülən küçədən aparmayasız. Qardaş, mənim anam döyülən küçədən aparmayasız. Mənim bəxtim belədir. Kərbəlanı görən Zeynəbəm, Zeynəbəm, Zeynəbəm. Amma gəldi qardaş qəbrinə, dedi Hüseyin, mən yanan xeymələr görmüşəm, yorulmamışam. Hüseyin, Əli Əkbərin cənazəsini gətirdilər xeyməyə, gördüm yorulmamışam. Hüseyin, Əbəl Fəzlin qolları qələm oldu, qardaş görmüşəm, yorulmamışam. Hüseyin, 2 dənə balamı da sənə qurban vermişəm, amma yorulmamışam. Hüseyin, amma bir yerdə elə yorulmuşam ay qardaş. Zeynəb, səni yoran nədir? Nəydə yoruldun? Harda yoruldun? Qardaş, Rüqəyyəmi qəbrə qoyandan elə yorulmuşam ay qardaş. Səs ver Hüseyin, Hüseyin, Rüqəyyəmdən ayrılandan elə yorulmuşam ay qardaş, elə yorulmuşam ay qardaş.
Zeynep elə Zeynep'di, onun canı Hüseyin'di. Zeynep elə Zeynep'di, onun canı Hüseyin'di. Her derdi olarsa yine dermanı Hüseyin'di. Eşkinde sadakatlidir, canan Hüseyin'di. Her vaxt yadına düşsə Hüseyin, kalbi yanardı. Zəhra toxuyan köynəyə həsrətlə baxar. Zeynəb ürəyimin qəminə qəlbimiz qurban qalır. İmam-ı Zaman ağa deyər, dərdimiz olsa, müşkülümüz olsa, bibim Zeynəbə təvəssül eyleyin. Xanım əzadarlar vada nəzər elə, bu ağlayanlar vada nəzər elə. Zeynəbdir mənim çeşmi həyatım, nəfəsimdir. Bir kəs məni sanma, bu həyatda o kəsimdir. Mən öpsəm onun qəbrini, vallahi bəsimdir. Kimlər gedib ziyarətində olub, xoş olsun alına. Getməyənlərə də Allah bu məclisin hörmətinə nəsib eləsin. Mən öpsəm onun qəbrini, vallahi bəsimdir. Seyyid xanımın isminə et böyle nəzakət. Qismət olur aşiqlərə o dəmdə ziyarət. Ağız öncə. Bu qara ələm yatardı, əgər olmasaydı Zeynəb. Bu qara ələm yatardı, əgər olmasaydı Zeynəb. Səsimiz hara çatardı, əgər olmasaydı Zeynəb. Səsimiz hara çatardı, əgər olmasaydı Zeynəb. Qolu bağlı getdi Şamə, üsəran etdi azad. Şuhada qanı batardı, əgər olmasaydı Zeynəb. Şuhada qanı batardı, əgər olmasaydı Zeynəb. Ya Zeynəb, ya Zeynəb, Ya Zeynep, ya de ucadan. Ya Zeynəb, ya Zeynəb. Eşitmirəm səsvi. Ya Zeynəb, ya Zeynəb. İnşallah hərəmində deyəsən. Ya Zeynəb, bir də de. Ya Zeynəb, ya Zeynəb. Ya Zeynep, ya Zeynep, ya Zeynep. Ya Zeynep, ya Zeynep. Nə ürəkdə tab olardı, əgər olmasaydı Zeynəb. Nə bu inqilab olardı, əgər olmasaydı Zeynəb. Uca qaməti büküldü, ücəla sütuni tavhid. Bu bina xarab olardı, əgər olmasaydı Zeynəb. Ya Zeynəb, ya Zeynəb. Ya Səsvə qurban. ya Ya Zeynəb, ya Zeynəb.
Zeynep, ya Zeynep, ürəyah elə dolardı. Əgər olmasaydı Zeynep, şühəda bağı solardı. Əgər olmasaydı Zeynep, heyətin əşridinə o xanım əslibani, evimiz xərab olardı. Əgər olmasaydı Zeynep, ya Zeynep, ya Zeynep, eşq ilə vursun ha. Ya Zeynep, ya Zeynep, ya Zeynep, ya Zeynep. Zeynep ürəyah ilə dolardı. Əgər olmasaydı Zeynep, şühəda bağı solardı. Əgər olmasaydı Zeynep, heyəti nəşridinə o xanımdı əsli bani, evimiz xarab olardı. Əgər olmasaydı Zeynep, ya Zeynep, ya Zeynep. Ya Zeynep, ya Zeynep, ya ay Zeynep'in qəbrinə aşiqəm mən. Zeynep'in qəbrinə aşiqəm mən. Aşiqəm gəlsən alayiqəm mən. Aşiqəm gəlsən alayiqəm mən. Səs ver mənə Zeynep'in qəbrinə. Ay xanım Zeynep ziyarət istəyənlər, qəbrinə aşiqəm mən. Aşiqəm gəlsən alayiqəm mən. Gəlsən al. Səndən təfil alım oxuyuram. Zeynep'in qəbrinə. Bir də aşiqəm gəlsin. Layiqəm mən, aşiqəm gəlsin layiqəm mən. Zeynep'in halına dağlar ağlar, çöldə viran qalan bağlar ağlar. Çöldə viran qalan bağlar ağlar. Rəsmidir bacılar can verəndə. Rəsmidir bacılar can verəndə. Gözlərin qardaşı bağlar ağlar. Gözlərin qardaşı bağlar ağlar. Zeynep'in bundan da uca. Zeynep'in qəbrinə aşiqəm mən. Aşiqəm layiqəm mən. Layiqəm mən. Heç ev aləmdə məşəlsiz olmaz. Heç əzaqxanə get gəlsiz olmaz. Gəl gözümü dedim bağla qardaş. Gəl gözümü dedim bağla qardaş. Bu gözü bağlayan əlsiz olmaz. Bu gözü bağlayan əlsiz olmaz. Zeynep'in. Ay xanım Zeynep qəbrinə müştaq olanlar. Zeynep'in qəbrinə aşiqəm mən. Layiqəm mən. Zeynep'in qəlbini dərd alıb
gözlürəm bəlkə gəldi Hüseynim. Gözlürəm bəlkə gəldi Hüseynim. Gözlərim Kərbəlada qalıbdı. Gözlərim Kərbəlada qalıbdı. Səs ver Zeynəbim. Zeynəbin aşıqəm mən. Gər sən layiqəm mən. Aşıqəm layiqəm mən. Hərəmdən ayrı düşmüşəm. Bunu hamının dilindən deyim. Hərəmdən ayrı düşmüşəm. Bu həsrət ilə yanmışam. Yenə o altı quşəli zərih üçün darıxmışam. Ay İmam Hüseynin qəbri üçün darıxmışam. Ay Kərbəla yolu gözləyəm. Hərəmdən ayrı düşmüşəm. Bu həsrət ilə yanmışam. Yenə o altı quşəli zərih üçün darıxmışam. İcazə ver gəlim doyunca ağlayım. İcazə ver gəlim doyunca ağlayım. Gözəl məzarımı bir də qucaqlayım. Gözəl məzarımı bir də qucaqlayım. Bəxtəvər olmağa bu qərabəsimdir. Bəxtəvər olmağa bu qərabəsimdir. Bir ovuz türbəti, bir ovuz türbəti Kərbəla bəsimdir. Bir ovuz türbəti Kərbəla bəsimdir. Bəxtəvər olmağa Bəxtəvər olmağa bu qərabəsimdir. Bir ovuz türbəti Kərbəla bəsimdir. Bir ovuz türbəti Kərbəla bəsimdir. Bu qara köynəyə Hüseyn bir ömrüdür bürünmüşəm. İməyləyən zamanından dalınca mən sürünmüşəm. Bu qara köynəyə Hüseyn bir ömrüdür bürünmüşəm. İməyləyən zamanından dalınca mən sürünmüşəm. Sinəmi dağlaram, qarəmi bağlaram. Sinəmi dağlaram, qarəmi bağlaram. Ölüncə ya Hüseyn sənə mən ağlaram. Ölüncə ya Hüseyn sənə mən ağlaram. Bəxtəvər olmağa bu qərabəsimdir. Bəxtəvər Əhsən. Ay maşallah. Bir ovuz türbəti Kərbəla bəsimdir. Bir ovuz türbəti Kərbəla bəsimdir. Bundan da uca bəxtəvər Bəxtəvər olmağa bu qərabəsimdir. Bir ovuz türbəti Kərbəla bəsimdir. Bir ovuz türbəti Kərbəla bəsimdir. Ey başın izədə gəzən, ey kəfəni olan həsir, olmasa da ləyaqətim, eşqüvə olmuşam əsir. Ey başın izədə gəzən,
ey kefeni olan həsir, olmasa da ləyaqətim, eşqüvə olmuşam əsir. Bu qapıda sürünmüşəm, indi murada çatmışam. Həmd ola Allaha ki mən bu qapıda boyatmışam. Məni halal elə Hüseyn, məni halal elə Hüseyn de, məni halal elə Hüseyn, məni halal. Can bir də de. Məni helal elə Hüseyn, məni helal elə Hüseyn, məni helal elə Hüseyn, məni helal elə Hüseyn. Bu qapıdan sürünmüşəm, indi mürada çatmışam. Həmd ola Allaha ki mən bu qapıda boyatmışam. Xəlq olunub nökərin, qarəvi bağlasın Hüseyn. Xəlq olunub nökərin, qarəvi bağlasın Hüseyn. Rozələrində ağlayıb aləmi dağlasın Hüseyn. Məni halal elə Hüseyn de, məni halal elə Hüseyn. Hüseyn ölsəm rəvadı qarət çəkin, göz qaşım üstə. Qəbrin tozu əyləşməyə ta, göz yaşım üstə. Əşq ilə yazın ya kəfənə, ya daşım üstə. Sən bil anavın can Hüseyin, gel başım üstə.